Pakistanla sərhəd bölgəsində baş verən silahlı qarşıdurma nəticəsində Əfqanistan Silahlı Qüvvələrinin azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu isə yaralanıb. Məlumatlar qarşıdurmanın birinci sərhəd nöqtəsində eyni vaxtda baş verdiyini və vəziyyətin qısa müddətdə geniş miqyaslı toqquşmaya çevrildiyini göstərir. Bildirilir ki, tərəflər arasında gərginlik əsasən sərhəd xəttindəki nəzarət postları və keçid məntəqələri ətrafında yaşanıb. Döyüşlər zamanı atıcı silahlarla yanaşı ağır silahlardan da istifadə olunub. Yaralanan hərbçilərin bir qismi təcili şəkildə hərbi hospital və yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunur. Hadisə bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib, sərhəd boyunca əlavə hərbi qüvvələr cəlb olunub. Yerli mənbələr qarşıdurmanın mülki əhali üçün də risk yaratdığını, bəzi yaşayış məntəqələrdə əhalinin təhlükəsizlik məqsədi ilə evlərini tərk elədiyini bildirir. Ekspertlər hesab edirlər ki, Pakistan-Əfqanistan sərhədində tez-tez baş verən bu cür insidentlər regionda ümumi təhlükəsizlik balansını sarsıdır və yeni humanitar risklər yaradır. Qarşıdurmanın diplomatik yollarla həll olunmaması halında gərginliyin daha da artacağı istisna edilmir. Hazırda rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı araşdırmalar aparılır, tərəflərdən əlavə açıqlamaların verilməsi gözlənilir.